$100.000 ya da cəmi $500 bir arzunun xatirinə. Mən arzunu seçdim. Uşaqlıqdan bəri həmişə bir superkarımın olmasını xəyal etmişəm, amma yenisini almaq mənim büdcəmdən çox uzaqdaydı. Buna görə qərara gəldim ki, özüm birini qurum. Beləcə, ictimai tullantı meydançasında çürüyüb qalmış, tərk edilmiş 1980-ci illərin superkarını tapıb aldım. Qiyməti cəmi $500. Bu pula təsəvvür edə bilərsən, vəziyyəti necə idi? Pas içində əyilmiş metal yığını. Nə əyləc var idi, nə sükan gücləndirici, nə də mühərrik. Korpus tamamilə dağılıb, boyası soyulmuş. 10 illiklər boyu baxımsızlıq hər paneldə iz buraxmışdı. Amma mən buradayam. Tamamilə dəli bir iş görməyə hazıram. Bu xarab maşını 700 at gücündə bir superkara çevirmək. Onu bərpa edəcəm, modernləşdirəcəm və sübut edəcəm ki, heç nə mümkün deyil. Bu, bəlkə də indiyə qədər gördüyünüz ən çılğın layihə olacaq. Nəhayət işlər formaya düşməyə başlayıb. Sonsuz günlər çəkən zəhmətdən sonra bu tikinti artıq canlanmağa başlayıb və inanın, ən maraqlı hissə hələ qabaqdadır. Bəs səncə necədir? Fikirlərini şərhlərdə yaz. Əgər bu səyahətdən zövq alırsansa, bəyənməyi, paylaşmağı və abunə olmağı unutma ki, növbəti anı qaçırmayasan. İzlədiyin üçün təşəkkürlər. Növbəti epizodda görüşərik.